elə bir kişinin vilayətin bugün biz qəbul edirik, təsdiqləyirik, etiraf edirik, ona olan bağımızı göstəririk. O kişidən bir dənə nümunə deyim sənə. Evinə qonaq gəlib bir ata, bir oğul. İndi buna yaxşı-yaxşı biri qulaq assın. Bu söhbətdən sonra, bu hadisədən sonra əgər Əliyə aşiq olmasa da, onda mənim sözüm yoxdur, söz qutardı. Bax ki, Peyğəmbər Salavatullahın qardaşlığı, əmisi oğlu, canişini, xəlifəsi, vəsisi, yer üzərinin Həzrəti Rasulullah sallallahu aleyhi və aleyhi və səlləmdən sonra ən fəzilətlisi evinə qonaq gəlib, ata, oğul. Süfrə vaxtı zamanı gəldi, götürdü ağa özü su qabın, o atıya gələn ata, oğul gəlib qonaq. Atıya dedi, əlini uzat. Dedi, ağa, əstəğfirullah, sən mənim imamımsan, əllərin yığın. İmamın sözünə bax, məni sizə imam təyin eləyən Allah qonağa ehtiramı vacib eləyir. Bu kişidən harada var? Bunu necə sevməyəsən, bunu necə ürək bağlamayasan. Yəni Allah şahiddir, bu göz yaşları dahi matəm göz yaşıdır, bu sevinç, bayram göz yaşıdır. Necə bağlanmayasan bu kişiyə? Məni sizə imam təyin eləyən Allah qonağa ehtiramı vacib eləyib. Uzat əlini. Uzatdı kişi. Su tökdü əlinə. Qabı qoydu yerə, çağırdı oğlu Məhəmməd Hənəfiyyəni. Oğlum Məhəmməd, bəli atacan. Dedi, əgər dinimizdə bir məclisdə ata ilə oğul arasında fərq qoymaq vacib olmasaydı, oğlun da əlinə suyu özüm tökərdim. Amma şəriətimiz deyib ki, eyni məclisdə ata ilə oğula hörmətdə fərq qoy. Ona görə gəl, sən tök oğlun əlinə suyu. Bu nə? Elə bunu yadda saxlayın. Bundan qaba, bunu yadda saxlayaq bəsdir. Bu günləri bizim bayram payımız olsun. Ata ilə oğula bir məclisdə eyni hörmət eləmə. Niyə görə? Çünki oğul atanın yanında qürrələnmə yarana bilər, təkəbbür yarana bilər. Qoy oğul hiss eləsin ki, ata mənim böyüyümdür. Ona olunan hörmət mənə çoxdur. Məndən ona çoxdur hörmət. Bu dinə aşıq olar ki, olmayasan, bu dinə necə aşıq olmayasan? Budur bizim dinimiz. Ona görə bizim dinimizi, ağanın elə bir dənə şeirində vardı, deyirdi, əlini əlinin özündən soruş, özün tapmasın, sözündən soruş. Dini, dinin yəsindən soruş, sahibindən soruş. Peyğəmbər və Ali Peyğəmbərdən, Məhəmməd və Ali Məhəmməddən soruş. Orada görürsən dinin əzəmətin, şəriətin əzəmətin.